Məhlullar və asılqanlar. Bizim orta məktəbdə öyrəndiyimiz həqiqi məhlullar və asılqanlardır. Əlavə olaraq isə kolloid məhlullar da var. Ona görə deyirik ki, maddələrin həlledicidə həll olma qabiliyyətinə, yəni xırdalanma dərəcəsinə, həll olma qabiliyyəti bir növ xırdalanma dərəcəsidir. Qabiliyyətinə görə maddələri 3 hissəyə bölürük. Həqiqi məhlullar, asılqanlar və kolloid məhlullar. Həqiqi məhlul nədir? Həqiqi məhlul bizim bildiyimiz homogen qarışıqlardır ki, biz məhlullarda əsasən kütlə payının hesablanmasında və s. homogen qarışıqlardan istifadə edirik. Suda yaxşı həll olan maddələrimiz homogendir ki, bunu siz eyni cinsli qarışıqlar dərsindən yaxşıca bilirsiniz. Asılqanlarımız isə suda həll olmayanlar, yəni heterogenlərdir. Heterogenlərdə biz 2 hissəyə bölürdük. Emulsiyalar və suspenziyalar. Emulsiya maye ilə mayenin qarışığı, suspenziya isə bərk ilə mayenin qarışığı idi. Kolloid məhlullarımız isə deyirik ki, həqiqi məhlullar ilə asılqanları bir-birində qarışdırsaq, yəni bunların arasında yerləşən qarışıqlarımızdır. Bunlara misal olaraq deyirik ki, nişasta ilə su, sabunlu su, südün özü, qan və s. biz onlara aid edirik kolloid məhlullarımıza. Kolloid məhlullarımız az davamlıdır. Misal üçün, biz kolloid məhlulları burada deyirik ki, kolloid məhluldur. Amma südü ümumiyyətlə biz götürürük heterogen qarışıq kimi. Çünki südün tərkibində yağ var ki, yağ süddə həll olmur. Daha sonra bunları bildikdən sonrakı məhlullarımızın 3 növü var. Biz indi artıq öyrənirik homogen, yəni həqiqi məhlullardan. Bizim məhlullar dərsində, həll olma dərsində öyrəndiyimiz hamısı həqiqi məhlul idi. Həll olma əmsalını və s. siz bilirsiniz. Biz indi keçirik məhlulun qatılığının ifadə üsullarına. Geri gəlmişkən bunu da deyim. Bərk maddələrə temperatur yaxşı təsir göstərirdi suda həll olmasına, qazları ilə tərsi idi. Təzyiqimiz bərklərdən və mayelərdə asılı deyildi. Təzyiq bərk və mayenin suda həll olmasından, qazlarda isə düz mütənasib idi. Bunları da bilirik. İndi keçirik əsas məsələyə, məhlul dərsinin 2-ci bölməsinə. Məhlul dərsinin 2-ci bölməsində biz deyirik ki, ilk öncə bizim məhlulumuz 2 hissədən ibarətdir. Məhlul bərabərdir həll olan maddə, üstə gəlinsin həlledici. Həll olan maddəmiz biz əsasən bu dərsdə duz götürürük, həlledici kimi isə də suyu götürürük. Amma həlledici o demək deyil, həmişə su olacaq. Su olmayıb başqa bir həlledici də ola bilər. Amma biz əsasən suyu götürürük. Burada məhlulumuz həll olan və həlledicidən ibarətdir. Omeqamız isə kütlə payımız, məhlulumuzun qatılığıdır. Omeqamız bərabərdir M həll olan maddə, yəni həll olan maddənin kütləsi bölünsün M məhlul, yəni məhlulun kütləsi vurulsun 100%. Biz bu düsturdan istifadə etməklə məhlulun kütlə payını, yəni qatılığını tapırıq. Düstura əsasən deyirik ki, misal üçün 10 qram duz 40 qram suda həll edildi. Omeqanı hesablayın. 10 qram duz 40 qram suda həll edilibdirsə, deməli mənim məhlulum nə qədərdir? İlk öncə həll olanın kütləsini taparam. 10 üstə gəl 40 eləyir 50. Deməli məhlulum 50-dir, həll olanım 10-dur. Onda omeqam bərabərdir 10 böl 40 vur 100-ə. Bu da eləyəcək 25%. 40 deyirəm, 50. Həll olan kütlə, məhlulumuzun kütləsi 50 oldu axı. 10 böl 50 vur 100, o da eləyir 20%. Və yaxud da bunun əksi. Deyirik ki, 40 qram məhluldur, 40 qram 20%li məhluldur. 40 qram 20%li məhlul bu o deməkdir ki, 40-ın 20%-i maddədir. Bu da eləyir 8 qram maddə. Deməli, mənim 40 qram məhlulumda 8 qram həll olan maddəm var. Suyum isə 32 qramdır, yəni 80%-dir. Yəni 40-dan 8-i çıxdıqda 32-ni tapmış oluram. Və yaxud da belə bir sual verə bilərik ki, 20%li məhlul hazırlamaq üçün 40 qram şəkəri neçə qram suda həll etmək lazımdır? Suala baxın. 20 qram yox, 20%li məhlul hazırlamaq üçün
40 qram şəkəri neçə qram suda həll etmək lazımdır? Deməli, mənim şəkərimin kütləsi 40-dır. Suyumun kütləsini bilmirəm. Suyumu x ilə işarə edirəm. Onda mənim məhlulum 40 plus x olacaqdır bu ikisinin cəmi. O zaman yazacağam omega bərabərdir. Duzlu şəkərim 40 bölünsün 40 plus x-a. Vurulsun 100-ə. Omegamı da 20 verdiyi üçün bərabər eləyir 20-yə. Buradan da tapırıq ki, maddəmiz olmalıdır 160. 160-ın üstünə 40 gələndə 200. 40-ı 200-ə bölüb 100-ə vuranda 20% eləyir çünki. Daha sonra sizə başqa tip necə məsələ verə bilər? Verə bilər ki, 193,2 qram suda 4,48 litr H2S həll olunubdur. Əmələ gələn məhlulda sulfit turşusunun kütlə payını tapın. Baxın, 193,2 sulfitdir, sudur. Deyirəm 4,48 də sulfit turşusudur. Burada maddənin kütlə payını tapın, yəni sulfit turşusunun kütlə payını tapın. İlk öncə siz bilməlisiniz ki, bir yeganə su maddəsidir ki, onun biz 1 millilitrini 1 qram götürürük. Digərlərində götürə bilmərik. Ona görə sulfit turşusunun da 4,48 litrinin neçə qram olduğunu tapmalıyıq. Yəni 0,2 mol H2S neçə qramdır? Bu özü 34-dür. 34-ü vururam 0,2 eləyir 6,8. Deməli 6,8 həll olan maddə var. 193,2 isə suyumdur. Toplayıram, məhlulum olur 200. 200-ün 6,8-i maddədirsə neçə faiz eləyəcək? 6,8 bölünsün 200 vurulsun 100, 3,4. Bu tip də verilə bilər yəni. Daha sonra necə verilə bilər? Verilə bilər ki, 100 milli sulfat turşusu məhlulunda 220 qram su həll edilir. Alınan sulfat turşusunun kütlə payını hesablayın. Sulfat turşusu məhlulunun sıxlığı da 1,8-dir. Deməli, ROMuz 1,8-dir. Həcmimiz 100 millidir dedik. Və məhlulun suyun kütləsi isə M su isə bərabərdir 220-yə. Sulfat turşusunun sıxlığı və həcminə əsasən onun kütləsini tapa bilərsinizmi? Əlbəttə. Rho bərabərdir M bölü V-dir. Onda M bərabərdir Rho V-dir. Deməli, 1,8-i vuracam 100-ə. Onda M olacaq 180. Düzdür? 180-i tapdıqdan sonra bəli. Yəni 400. 180 də 400-ün neçə faizidir tapırsan. Aydın oldu? 180 qram sulfat turşusu elədi. 180-in üstünə 220 gəlsən, tapırsan ki, 400-dür. 180-də 400-ün neçə faizidir, onu tapırsan. Sonra ardıca isə deyirik ki, kristal hidratdır, mis sulfat kristal hidratıdır. Mis sulfat kristal hidratının 125 qramı 275 qram suda həll edilir. Alınan məhlulda mis sulfatın kütləsini tapın. Yazırıq. Mis sulfat kristal hidratı deyəndə əzbər yadda saxlayın. Göydaş məhlulu, yəni mis sulfat vurulsun 5 mol su. Əzbər bilin. Deyirik ki, burada 125 qram kristal hidrat 275 qram suda həll edilibdir. Bunun özünün emerinin kütləsi isə 250-dir. Mis SO4-ün özü isə 160-dır. Buna əsasən siz bilməlisiniz ki, əvvəlcə bu 275 qram suyu nəzərə almamış, 250 qramda nə qədər mis SO4 və su var, onu tapın. Deyirsiniz ki, 250 qramında 160 qram mis sulfat var. Bəs 125 qramında nə qədər mis sulfat olacaq? 80 qram. Deməli, mənim 125 qramında 80 qram mis sulfatım var. 125 qram məhlulumdur, deməli, elə bilin. Onun 80-i mis sulfatdır. Bu 125-in üstünə 275-də su gəldim. Suyu gələndə ancaq məxrəcə gəlirik də, məhlulun üzərinə gəlirik, duzun üzərinə gəlmirik. Çünki duzun kütləsi dəyişmir. O zaman olacaq 80 bölünsün 125 plus 275, yəni 400. Bunda vururuq 100-ə, cavabı da tapırıq ki, cavabımız olacaq 20%. Ardıca bunları dedik. Ardıca gəlin hidrogenli məsələlərə baxaq.
Əvvəlcə natrium 2O, sonra hidrogenli məsələləri deyək. Deyirik ki, 31 qram natrium 2O, yəni natrium oksid 160 qram suda həll edilir. Edilsin. Bu zaman natrium OH-ın kütlə payını tapın. Biz bilirik ki, natrium 2O-nu mən suya atsaq, nə baş verəcək orada? Reaksiya baş verəcək. Natrium 2O gəlib su ilə reaksiyaya girib natrium OH əmələ gətirəcək. Və reaksiyada natrium OH-ın qabağına 2 düşəcək. 31 qramından nə qədər natrium OH əmələ gələcək, onu tapmalıyıq. Natrium 2O-nun özünün kütləsi 62 qramdır. 62 qramından 80 qram əmələ gəlir. 31 qramından nə qədər əmələ gələcək? X. X də bərabər olur 40-a. Burada xoşbəxtçilik nədir? Uçub gedən hidrogen yoxdur. Uçub gedən hidrogen yoxdur deyə elə hesablayacaqsan ki, məhlul 31 plus 169-dur, yəni 200-dür. 40 qram da natrium OH alındı. Onda kütlə payını tapanda 40-ı böləcəksiniz 200-ə, vuracaqsınız 100-ə. Və cavabı tapacaqsınız. Sadə məsələdir. Amma bəzi məsələlərdə natrium 2O yox, natriumun özünü verir və ya da natrium hidridi verir. Deyirik ki, əgər indi belə bir məsələ deyək. Deyək ki, natriumu suda həll elədik və özümüzdən qram deyək. Deyəcəm rəqəmi, ola bilsin kəsrlə alınsın. Əsas odur, başa düşün. Deyirəm ki, 46 qram natrium, misal üçün, 200 qram suda həll edildi. Bu zaman natrium OH-ın kütlə payını tapın. Tam rəqəm çıxmayacaq, bunu deyim. O zaman yazacaqsınız ki, natrium plus su alınır natrium OH və H2. Burada H2 uçub gedir. Reaksiya nə misallaşdıranda bura 2 düşür, bura 2 düşür, bura 2 düşür. Deyirsən ki, 46 qramından nə qədər alınır? 80 qram. Deməli, mənim 80 qram natrium OH-ım alınacaq. 46 qram natrium idi, 200 qram su idi. Bunları toplayanda məhlul olacaqdı əslində 246 qram. Sadəcə bir məsələ var ki, 46 qram natrium alınanda 2 qram hidrogen uçub gedir. O uçub gedən hidrogeni bu 246-dan çıxmalıyam. 246-dan da 2-ni çıxanda qalır 244. Onda omegam bərabər olur. Natrium OH-ım 80 idi axı. 80 bölünsün 244 vurulsun 100-ə. Yəni, buradan da cavab çıxır. İndi mən elə rəqəmlər dedim, kəsrlə cavab alındı, amma normalda cavab çıxır. Sonra buna aid məsələ var. Deyir ki, natriumu ilə suyu qarışdırmışam. M1 qram natriumda M2 qram H2O-dur. Alınan məhlulun da kütləsini veribdir M qram. Əslində kütlələrin saxlanılması qanununa görə M1 plus M2 bərabərdir M olmalıdır. Amma burada bir məsələ var ki, hidrogen uçub gedirdi deyə M1 plus M2-nin kütləsi M-dən böyük olur. Niyə? Çünki alınan hidrogen uçub gedir. Alınan maddədə kütlə azalma baş verir. Bu o deməkdir. Bunu da bildik. Sonra məhlulun... Müəllimə, alınan məhlulun kütləsi M qram deyəndə həm natrium OH-in, həm də hidrogen kütləsi nəzərdə tutulur. Hidrogen uçub gedir. Alınan məhlul natrium M-dir. Natrium OH-dir. Natrium OH-ın burada mən sulu məhlulunu alacam onsuz. Təkcə natrium OH-ın kütləsi M deyildi. Alınan məhlul deyəndə orada artıq su da var deməkdir. M-dir. Amma əsas olaraq sən bilməlisən ki, natriumun üzərinə suyu gələndə M1 plus M2 böyük olacaq. Niyə? Çünki nə qədər alınıbsa orada hidrogen uçub gedəcək. Sonra deyirik ki, əgər, indi gəldik düsturlarımıza. Əgər məhlula həlledici, yəni su əlavə edərəmsə, məhlulun kütləsi və həcmi artır. Qatlığı isə azalır. Niyə? Çünki su əlavə eləmişəm. Həll olan maddə əlavə edərəmsə, qatlığımız artar. Misal üçün, deyirəm ki, 20%li məhluldur. Bura su əlavə etməklə neçə faizli məhlul ala bilərəm?
20% məhlula su əlavə etməklə həmişə 20-dən kiçik ala bilərsən, böyük ala bilməzsən. Və yaxud da 20% məhluldur, mən bura şəkər əlavə eləyirəm, həll olan maddə əlavə eləyirəm. O zaman həmişə 20-dən böyük ədəd ala bilərsən, kiçik ala bilməzsən. Həlledicinə əlavə eləyəndə normal indiki qatlığından kiçik olur, həll olan maddəni əlavə eləyəndə isə böyük alacaqsan. Sonra bunları dedikdən sonra biz deyirik ki, məhlula həlledici əlavə edildikdə başlanğıc və son məhlulun qatlıqları arasındakı düstur belədir. M1 omega 1 bərabərdir M2 omega 2. Burada əgər mən məhlula düsturumuz bu şəkildədir. Həll edici əlavə edirəmsə və yaxud da buxarlandırıramsa və yaxud da həll olan maddə əlavə eləyirəmsə. Bura zaman mən bura ilk öncə həll edici əlavə eləyirəmsə, yəni su əlavə eləyirəmsə, bu düsturumuzda M2-miz bərabər olacaq M1 plus, yəni əlavə edilən suya. Çünki maddə nə qədərdirsə, M1-miz nə qədərdirsə, olduğu kimi qalır. Mən bura sadəcə su əlavə eləyirəm. Onda M2-nin yerinə bu düsturu qoyanda M1 omega 1 bərabər olacaq M2 omega M2-nin yerinə M1 plus suyu qoyanda, bir dəqiqə gözləyin. M1 plus M suyu qoyanda vurulsun omega 2. Yəni necə? Misal üçün, deyirəm 300 qram 20%li məhlula 100 qram su əlavə elədim. Sən başa düşməlisən ki, 300 qram 20%lidirsə, M1-in yerinə 300 qoyacaqsan, omega 1-in yerinə 20 qoyacaqsan. M2 nəyə bərabər olacaq su əlavə eləmişəmsə? Maddə üstə gəl. Yəni, birinci məhlulun kütləsi, maddə deyirəm bayaqdan, birinci məhlulun kütləsi üstə gəl su. Birinci məhlulun kütləsi onsuz 300 idi. 100 qram da su əlavə eləmişəmsə, olub 100. Düzdür, 300 plus 100. Bunu da vurmuşam omega 2-yə. İndi buradan da omega 2-ni tapın. Omega 2 bərabər olacaq. 300-ü 20-yə vuranda 6000 bölünsün 400. O da eləyir 15%. Deməli, mən 300 qram 20%li məhlula 100 qram su əlavə eləsəm, 15%li məhlul alacam. Və yaxud da suyu buxarlandıra bilərəm. Suyu buxarlandıranda artıq burada M1 plus M su olmayacaq. M1 minus M su olacaq. Yəni, baxın belə. Deyəcəyik ki, misal üçün 400 qram 10%li məhluldan 240 qram suyu buxarlandırdım. Bu zaman neçə faizli məhlul alacam? 400 qram 10%lidirsə, düsturuna yerinə qoysam. Birbaşa yazacaqsınız. 400 vurulsun 10. Bərabərdir. M2-im nə qədər olacaq? M1-im 400 idi. Ondan nə qədərsə suyu buxarlandırmışam. Yəni, suyu çıxmışam. 400-dən çıxdım M suyu. Vurdum omega 2-yə. Düzdür. İndi mən deyirəm ki, M suyum, buxarlandırdığım suyum 240-dır. Onda 240-a bölürəm. Buradan da omega 2-ni tapacaqsınız. Omega 2 də 25 eləməlidir. Və yaxud da bunun əksini verə bilərdim. Omega 2-ni verərdim, deyərdim ki, nə qədər su buxarlandıracaq? Tapın. Tapardıq. Sonra bunları dedikdən sonra gəlirik davamına. Deyirik ki, eyni maddənin iki müxtəlif qatlıqlı məhlullarını qarışdırsaq, bu zaman bizim düsturumuz ümumi şəkildə eyni kütləli, amma müxtəlif qatlıqlıdırsa, omega sonumuz bərabərdir omega 1 üstəgəl omega 2 bölünsün 2-yə. Yəni, misal üçün, eyni kütləli, eyni maddənin 20%li və 30%li maddələrini qarışdırdıqda 20-nin üstünə 30-u gəlib böləcəksiniz 2-yə. Amma müxtəlif kütləli olarsa, bizim düsturumuz belədir. Müxtəlif kütləlidirsə, M1 omega 1 üstə gəlinsin M2 omega 2 bərabərdir M son vurulsun omega sona. Yəni, necə? Deyirəm ki, eyni maddənin 300 qram 20%li məhlulu ilə 200 qram
30% məhlulu qarışdırdıqda neçə faizli məhlul alınır? Yerlərinə qoyacağıq. Dedik ki, 300 qram 20%-li. 300 vurulsun 20, üstə gəlinsin. 200 qram 30%-li, yəni 200 vurulsun 30 bərabərdir. Sonuncu məhlulumun kütləsi 200-dən 300-ün cəminə, yəni M1 plus M2-dir, M son. O da eləyir 500. 500 vurulsun omega son. Buradan da omeganı tapanda omega bərabər olacaq 300 vurulsun 20, üstə gəlinsin 200 vurulsun 30 bölünsün 500-ə. Buradan da cavab çıxacaq ki, neçədir? Yəni qısaca omega son əgər eyni maddənin müxtəlif kütləli, müxtəlif qatlıqlı məhlulu üçün söhbət eləyiriksə, düstur belədir. M1 omega 1 üstə gəlinsin M2 omega 2 bölünsün M1 ilə M2-nin cəmi. M1 ilə M2-nin cəmi, yəni M sondur da, yəni sonuncu məhlulun kütləsidir. Qarışdırdıqdan sonrakı kütləsidir. Bu da bizim məhlulumuzun qatlığının ifadə üsullarıdır. Sonda gəlirik nəyə? Diaqnol üsulumuza. Diaqnol üsulumuzu da deyək, sonra qayıdaq malyar qatlığımıza. Diaqnol üsulumuzda deyirik ki, eyni maddənin iki müxtəlif qatlıqlı məhlullarını qarışdırdıqda həcm nisbətini və yaxud da kütlə nisbətini diaqnol istiqaməti ilə hesablaya bilərik. Yəni necə? Əgər mənə deyirsə, ümumiyyətlə iki məhlulu qarışdırıramsa, misal üçün 20% məhlul ilə 40% məhlulu qarışdırıramsa, alınan məhlulun omegası məcburam ki, məcburam deyəndə ki, yəni 20 ilə 40 arasında bir ədəd almalıdır. 20-dən kiçik, 40-dan böyük ədəd ala bilməz. Ancaq 20 ilə 40 arasında almalıdır. Mən də sənə şərtdə verirəm ki, omega 1 kiçikdir omega 2-dən. Omega 1 omega 2-dən kiçikdirsə, sən bilməlisən ki, onda bunun düzülüşü belədir. Omega 1 ən kiçikdir, alınan məhlul ortadadır, omega 2 də ondan sonradır. Çünki alınan məhlul həmişə ortadadır. Bunu bilin. İndi deyirəm ki, omega 1 omega 2-dən kiçikdirsə, M1 M2 nisbətini tapın. Gəlin tapaq. Deyirsən, omega 1-i burada yazıram, omega 2-ni burada yazıram, omega sonu ortada yazıram. Diaqnol istiqamətində böyükdən kiçiyi çıxıb yazırıq. Omega 1 böyükdür, omega son böyükdür, omega son böyükdür. Onda yazacağam omega son kiçikdir, çıxılsın omega 1. Aşağıdan yuxarıya gedəndə də omega 2 böyük olduğuna görə omega 2 çıxılsın omega son yazıram. Bu yuxarıda yazdığım həmişə olur M1, M1 bərabərdir. Bu da bərabərdir M2. Onda məndən M1 böl M2-ni istəsələr, deyəcəm ki, omega 2 çıxılsın omega son bölünsün omega son çıxılsın omega 1. Əgər bu şərtin əksini versəydilər, desəydilər ki, omega 2 böyükdə omega 1, kiçikdə omega 1-dən. Bu zaman bunun əksi olacaqdır. Yenə omega 1, omega 2 yazacaqdım, bura omega son yazacaqdım. Sadəcə bu dəfə omega 1 böyükdür deyə, buradan ox istiqamətində gələndə omega 1-dən çıxacaqdım omega sonu. Yuxarıya da gedəndə yenə omega son omega 2-dən böyük olacaqdı deyə omega sondan çıxacaqdım omega 2-ni. Yenə yuxarıdakı M1-də, aşağıdakı M2-dir. Aydın oldu? Bu da adlanır bu üsulumuz diaqnol üsulu. Aydın oldu? İndi bunlar haqqında məsələlərə də baxacağıq, suallara da baxacağıq təbii ki. Sonra qayıdıram nəhayət malyar qatılıq bölməsinə. Malyar qatılıq bölməsində biz deyirik ki, həll olan maddənin malyar qatlığı dedikdə, həll olan maddənin mol miqdarının, mol sayının məhlulun həcminə olan nisbətidir. Yəni, Cm, yəni malyar qatlıq bərabərdir nu həll olan maddə, yəni həll olan maddənin mol miqdarı bölünsün V məhlulun həcmi. Buna əsasən malyar qatlığın vahidi ya mol bölünsün litrdir, ya da böyük M-dir. Xahiş edirəm, böyük M-i görüb çaşdırmayın özünüzü. Bu malyar qatılıqdır.
Ardıca deyirik ki, biz bilirik ki, nu bərabərdir kiçik M bölünsün böyük M. Onda gətirib düsturda yerinə qoysaq, malyar qatlıq bərabər olur. Kiçik M bölünsün böyük M vurulsun V. Yəni məhlulun kütləsini bölürəm həll olan maddənin kütləsinə, həll olan maddənin kütləsini bölürəm həll olan duzun malyar kütləsinə, vururam həcminə və nəticədə biz qatlığın düsturunu, qatlığın qiymətini tapırıq. Yəni misal üçün desəm ki, 5 mol maddəni həll eləmişəm 500 milli suda. Malyar qatlığını tapın. Siz bilməlisiniz ki, biz həmişə qatlıqda litrdən istifadə edirik. Ona görə bu 500 millini birbaşa çevirməlisiniz litrə. Olacaq 0,5 litr. 0,5 litrdirsə, onda düsturda yerinə qoysaz, S bərabərdir. Nu böl V düsturuna əsasən yazacaqsınız ki, 5 bölünsün 0,5. O da eləyəcək. Deməli, bunun malyar qatlığı 10 imiş. Yadda saxlayın ki, hər zaman biz millilitri litrə çevirməliyik. Bu düstura əsasən də nu-nu tapanda nu bərabərdir malyar qatlıq vurulsun həcm. Bu tip məsələlər bizim qarşımıza çox çıxır. Malyar qatlığa aid olaraq. Deyir ki, malyar qatlığı 2-dir, həcmi 0,5-dir. Onda onun mol miqdarı nə qədərdir? 2-ni vurmalısan 0,5-i və tapmalısan. Bu da oldu sizin məhlullarınızın izahı. Məhlulların indi test izahlarına da bəzilərinə baxaq. Səhv eləmirəmsə 100-dən sonrasının toxusunun demək olar ki, sona qədər hamısının test izahı var. İndi əvvəllərinə baxacağam, çünki əvvəllərinin olmamalıdır. Amma sonrasının var. Hamısını da sizə verəcəm. Evet. Məhlulların səhifəsini bilən var. Məsəl açıram deyirsən. Məhlullar bu qədər asan imiş. Bəli, asandır əslində. Sadəcə başa düşmək lazımdır. İnan ki, işləyəndə asan olacaq. Gəlin indi izahlarına da baxaq. Çoxsunun izahına baxacağam. Həll olma əmsalının olsa da birdən axıra qədər hamısının izahı var. Keçən dəfə də izah eləmişəm. İnanın, yenə yazın, gəlin, verin, yenə suallarınızı izah eləyəcəm. Bir dənə istəyim odur ki, siz təki öyrənin. Yaxşı, dərsdən sonra konspektini də atacağam. Oldu mu? Bir dənə öyrənin. Gəldik. Həll olan maddənin kütlə payına. Deyir ki, şəkərin suda məhluluna su əlavə etdikdə nə dəyişmir? Təbii ki, şəkərin miqdarı dəyişməyəcək. 10% ilə 40% qarışdıranda nə olacaq? Onun üstünə 40 gəlib böləcəksiniz 2-yə. Çünki eyni kütləli deyir. O da olur 25. Bunlar asandır. Gəldik misal üçün. Burada baxaq 7-yə. Deyir ki, omega sonu tap. Heç deyək ki, belə tapmaq istəmirsiniz. Siz bilirsiniz ki, omega son bərabərdir. M1 omega 1 üstəgəl M2 omega 2. Düsturla test. Yerinə qoyun. Omega son bərabərdir. 300 vurursunuz 10-a. Üstünə gəlirsiniz. 700 vurursunuz 3-ə. 30-a. İndi mən buradan omega M son yazmışam. Omega son yazmalıdır. M son, omega son yazım. M son, omega son. Omeganı tapmaq üçün də dedik ki, M son nəyə bərabərdir? Birinci məhlulun kütləsi ilə ikinci məhlulun kütləsinə. Yəni 300-ü vuracaqsan ona, üstünə gələcəksən 700 vurulsun 30, böləcəksən 300-dən 700-ün cəminə, 1000-ə. Və cavabı tapacaqsan. Bu qədər sadə. 20% məhlulu su ilə qarışdırmaqla hansı məhlulu hazırlamaq olmaz? Su ilə qarışdırıramsa həmişə özündən aşağı olmalıdır, yuxarı ola bilməz. Ona görə 20-dən aşağı olmayanı götürəcəksiniz. Y variantı. Çünki burada olmaz deyir.
Bunlar sadədir. 13-ə baxın. Su əlavə eləmişəm. Düsturumuz necə idi? Omega son bərabərdir. M1, omega 1. Bir dəqiqə.